Qarabağı bugünkü qələbə münasibətilə təbrik edirəm. Bu günlər onlar çox yaxşı oynadılar. Hər bir komanda rəqibin ona verdiyi imkanlara əsasən oynayır. Bu günlər Qarabağa hər bir belə deyək, hər bir imkan verdilər ki, onlar istədikləri hər bir şey etsinlər stadionda. Bizim əslində bu oyunda fikrimiz başqa idi. Yəni biz Qarabağı daha çox pres eləyib, onlara daha çox yaxın oynayıb, onları topsuz, yəni planımız bu idi ki, onları topsuz saxlayaq oyunda. Yəni yenə deyirəm, bu pressing, yəni komanda oyunudur. Hər hansı bir oyunçu pres eləməyəndə, yəni bu komandaya təsir eləyir. Очень сильно повлиял на нас. Yəni birinci qol bizim oyuna çox təsir etdi. Çünki orada qapıçının səhvi idi. O anda qapıçı çıxıb o topu götürməli idi. Yəni belə bir hal baş verəndə belə hal baş verəndə rəqib oyunçulara daha çox özgüvən verirsiniz və nəticə isə belə olur. Yəni mən öz azarkeşlərimizin qarşısında üzr istəmək istəyirəm bu cür oyuna görə. Onlar bugünkü oyuna baxmayı, yəni belə deyək, bugünkü məyusluğa layiq deyillər. Yəni futbolda 11 nəfər yox, bütün komanda oynayır. Bugün oyunda bizdə 2 qrup var idi. Bir qrup oyunu istəyirdi, o birisi qrup isə istəmirdi oyunu. Bugünkü məğlubiyyətə gəldikdə isə, yəni təkcə oyunçular deyil burada, yəni məğlub olan tək oyunçular deyil, həmçinin də məşqçilər komandasının yəni səhvi var.